Gün müdürdən maaşımı qaldırmasını istədim. Əziz müdürlər, siz ürəksiz. Mənim maaşımı qaldır. Təbii ki, hər şey belə olmadı. Etimad müəllim, salam. 2 dəqiqə vaxtınızı alacağım, olar? Hə, gəl keç. Müdürü çox vaxt belə görürəm. Can getdim, can. Etimad müdür. müəllim, mən artıq 6 ildən çoxdur bizim şirkətdə canla başla zəhmət çəkirəm. Ona görə də istəyirdim ki, mənim maaşım barədə biraz danışaq. Hə, davam. Nə deyirdin? O isə məni belə görür. Sən o qara gözlərin nə olar pul edirəm? Olsa, niyə belədir? Haqq ehtiyacım var əmin. Hilal, sən çox dəyərli kadrsan, amma maaşınızı vallahi öz cibimdən verirəm. Deyəsən bugün müdür mənimlə rolunu dəyişib. Əmi, vallahi alınmır. Alınırsa pulsuz işlə də bizdə. Amma mənim istədiyim Firuzəyə yaşıl Honor X8 sini almağa pulu var. Optik sabitləşdirici, aydın gecə 8 megapiksel kamera ilə. Elə də bahalı telefon deyil. Həm də kredit. Salam Etimad müəllim, necəsiz? Mənim maşını ağacın altında saxlamışdınız. Mən getdim onu daha yaxşı yerdə saxladım ki, quşlar üstünə batırmasın. Çox ol, yaxşı. Get. Bütün kollektiv adından sizə öz təşəkkürlərimizi bildirim mən. Gördün? İşte belə olar. Bütün 72 nədir? 99. şirkət onu belə görür. Nümunə götürmək lazımdır. Gərək TikTokda canlı açmağa başlayayım. Nə dedin sən? Heç deyirəm ki, gedim işləyim mən. Ay, Yəni TikTokda diləməyə başlayır. İşdə yaxşı olacaq.